Cari tədris ilində Mingəçevir Dövlət Universitetində, xüsusilə də Mühəndislik Fakültəsində elektron imtahan sisteminə keçid etməyi planlaşdırırıq. Bu addım universitetin tədris prosesinin yenilənməsi və rəqəmsal transformasiya hədəflərinin reallaşmasında bizim üçün strateji əhəmiyyət daşıyır. Biz müxtəlif fənlər üzrə 20-dən artıq imtahanın kompüter vasitəsilə elektron formada keçirilməsini nəzərdə tuturuq. Elektron sistemdə suallar tələbələrin ekranına təqdim olunacaq və cavablar klaviatura vasitəsilə daxil edilərək emal olunacaq. İmtahan başa çatdıqdan sonra bütün cavabların ayrıca fayl şəklində formalaşdırılması, məlumatların etibarlı şəkildə qorunmasına və nəticələrin daha operativ əməlına şərait yaradacaq. Pilot mərhələyə keçid bizə həm texniki sabitlik, həm də tələbələrin bu formata uyğunlaşması barədə daha dəqiq təsəvvür yaradacaq. Gözləntimiz odur ki, uğurlu nəticələr əldə olunsun və elektron imtahan modeli digər fənlərdə də mərhələli şəkildə genişləndirilsin. Biz inanırıq ki, bu yanaşma tələbəyönümlü mühitin inkişafına mühüm töhfə verəcək. Gələcəkdə isə tələbələrə imtahanları universitetə gəlmədən məsafədən elektron şəkildə vermə imkanı yaratmağı planlaşdırırıq. Bu həm çevikliyi, həm də rəqəmsal tədrisin imkanlarını daha geniş tətbiq etməyə şərait yaradacaq. Bundan başqa bu imtahan sessiyasında ilk dəfə olaraq digər imtahanlarda, istər yazılı imtahanlarda, istərsə də şifahi imtahanlarda biletlərin formalaşdırılması və seçimin tam şəkildə kompüter vasitəsilə həyata keçirilməsi də planlaşdırırıq. Mühəndislik fakültəsində bu tədris ilindən etibarən qiymətləndirmə prosesinə yeni yanaşma tətbiq etməyə planlaşdırırıq. Məqsədimiz rəqəmsallaşma istiqamətində real addımlar atmaq və tələbələrin biliklərini daha dəqiq, daha operativ, şəffaf şəkildə qiymətləndirməni təmin etməkdir. Bu çərçivədə ilk dəfə olaraq bir sıra əsas fənlər üzrə imtahanlar kompüter vasitəsilə elektron formatda təşkilini nəzərdə tutmuşuq. Elektron imtahan modelinə ilkin mərhələdə fakültənin baza və ixtisas yönümlü fənlərini daxil etmişik. Buraya proqramlaşdırmanın əsasları, proqramlaşdırma dilləri, müasir proqramlaşdırma dilləri və texnologiyaları, kompüter arxitekturası, elektronikanın əsasları, STEM 1, STEM 2 və informasiya təhlükəsizliyi kimi fənlər daxil edilmişdir. Bu fənlərin tədrisi aparılan kompüter mühəndisliyi, informasiya təhlükəsizliyi, informasiya texnologiyaları və riyaziyyat və informatika ixtisaslarının tələbələrinin imtahanlarının elektron şəkildə həyata keçirilməsi nəzərdə tutulmuşdur. Yeni modeldə suallar birbaşa tələbələrin ekranına təqdim ediləcək, cavablar klaviatura vasitəsilə daxil ediləcək və bütün məlumatlar avtomatik olaraq sistemdə qeydə alınacaqdır.